Bismillahirrahmanirrahim. Hər gecə gözlərinizi yumub, qaranlığa qərq olduğunuz zaman əslində nə baş verdiyini heç düşünmüsünüzmü? İnsan ömrünün düz 1/3 bu sirli, qaranlıq ölçüdə keçir. Bədən yatağa uzanır, nəfəs yavaşlayır, dünya ilə olan fiziki əlaqə tamamilə qırılır. Elmi dildə biz buna yuxu deyirik. Bəs mənəvi ölçüdə, ruhun dilində bu nədir? İslam fəlsəfəsi və qədim ariflər yuxunu kiçik ölüm adlandırırlar. Çünki sən yuxuya gedəndə sənin ruhun bədən qəfəsindən çıxır. Zaman və məkan qanunlarının işləmədiyi tamamilə başqa bir ölçüyə, fərqli bir kainata səyahət edir. O kainatda divarlar yoxdur, məsafələr yoxdur. Orada pərdələr qalxır. Və bəzən o pərdələrin arxasından uca yaradan öz bəndəsinə səslənir. Heç bir mələk, heç bir vasitəçi olmadan birbaşa sənin şuuruna mütləq bir həqiqət toxumu əkilir. Bugün sizinlə sadəcə beynin gün ərzində yaşadıqlarını təkrarladığı psixoloji yuxuları deyil, səmaları yararaq birbaşa Allahdan gələn sadiq röyaların, yəni rəhmani yuxuların sarsıdıcı arxitekturasını öyrənəcəyik. Niyə bəzi yuxular heç vaxt unudulmur? Allah sənə yuxu vasitəsilə hansı mesajı verir? İndi dünyanın bütün səs-küyünü zehninizdən silin. Çünki bugün bədəninizin deyil, ruhunuzun gördüyü mənzərələri deşifrə edəcəyik. Hər gördüyümüz yuxu Allahdan gəlmir. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan o mükəmməl kəlamı ilə insan psixologiyasını və yuxu dünyasını mütləq şəkildə 3 kateqoriyaya ayırır. Yuxu 3 cürdür. Birincisi, Allah tərəfindən verilən müjdə və ya xəbərdarlıq olan sadiq rəhmani yuxular. İkincisi, şeytanın insanı kədərləndirmək və qorxutmaq üçün verdiyi vəsvəsə yuxuları. Üçüncüsü isə insanın gün ərzində düşündüyü və şuur altında qalanların yuxuda təzahür etməsidir. Gəlin bu qaranlıq meşəni aydınladaq. Gün boyu borclarınızı, işdəki problemlərinizi düşünürsünüzsə və gecə yuxuda müdirinizlə mübahisə etdiyinizi görürsünüzsə, bu ilahi bir mesaj deyil. Bu nəfsani yuxudur, şuur altının təmizlənməsidir. Əgər yuxuda yüksəklikdən yıxıldığınızı, qaranlıq məxluqlar tərəfindən qovulduğunuzu, qan və dəhşət görürsünüzsə, tər içində oyanırsınızsa, bu şeytanidir. Məqsədi sadəcə sənin qəlbinə qorxu və ümidsizlik salmaqdır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, belə yuxu görəndə sol tərəfə 3 dəfə yüngülcə tüpürüb Allaha sığının və onu heç kimə danışmayın. Çünki danışılmayan kabus sənə heç bir zərər verə bilməz. Amma o ilk kateqoriya, rəhmani yuxular. Bax, onlar gələndə qəlbinizdə qəribə bir sükunət olar. O yuxular film kimi qarışıq deyil, şüşə kimi şəffafdır. Sən oyandıqda belə ruhunda o yuxunun toxunuşunu, həyəcanını və mütləq doğruluğunu hiss edirsən. Bax, o an bil ki, sənə göylərdən bir məktub gəlib. Bəs Allahdan gələn bu sadiq yuxuların mənəvi çəkisi nə qədərdir? Biz çox vaxt yuxulara xəyal, fantaziya deyib keçirik. Lakin səhih mənbələrdə bəyan edilən o qan donduran hədis, rəhmani yuxuların dəyərini mütləq zirvəyə qaldırır. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm buyurur: Möminin sadiq və doğru yuxusu nübüvvətin, yəni peyğəmbərliyin 46 parçasından biridir. Subhanallah, bu fəlsəfənin dərinliyini dərk edirsinizmi? Peyğəmbərlik qapısı həmişəlik bağlanıb. Yer üzünə bir daha yeni peyğəmbər gəlməyəcək. Vəhiy kəsilib. Lakin Allah öz bəndələri ilə olan o mənəvi rabitəni, o ünsiyyət xəttini tamamilə qoparmayıb. Nübüvvətin, yəni səmavi vəhyin bir kiçik hissəsi, 46-cı parçası qiyamətə qədər möminlərin əlində saxlanılıb. Və bu, sadiq röyalardır. Əgər sən qəlbini haramdan qorumusan, dilini yalandan təmizləmisən və yatağa təmiz bir vicdanla uzanmısansa, Allah sənin təmiz ruhuna o 46-cı parça ilə toxunur. Bəzən gələcəkdə olacaq bir hadisəni sənə əvvəlcədən göstərir ki, qəlbin təsəlli tapsın. Bəzən isə etdiyin gizli bir səhvi sənə göstərir ki, uçuruma yuvarlanmadan geri dönə biləsən. Rəhmani yuxu, Yaradanın sənə olan fərdi, xüsusi diqqətidir. Bəs bu sadiq yuxular
İslam tarixində necə dərin izlər buraxıb. Çoxları bilmir ki, bugün bütün dünyada minarələrdən səslənən, insanı yaradılışın məqsədinə çağıran o əzəmətli azan məhz Allahdan gələn bir yuxu ilə yaranmışdır. Mədinə dövrünün ilk vaxtlarında müsəlmanlar namaz vaxtının gəldiyini bir-birlərinə necə xəbər verəcəklərini müzakirə edirdilər. Biri dedi zəng çalınsın, digəri dedi atəş yandırılsın, başqası şeypur çalınmasını təklif etdi. Lakin Peyğəmbərin qəlbi bu xarici adətlərin heç birinə yatmadı. Məclis heç bir qərar vermədən dağıldı. Həmin gecə Abdullah ibn Zeyd adlı səhabə dərin bir yuxuya getdi. Yuxusunda göylərdən gələn, üzərində yaşıl libas olan nurlu bir insan gördü. O, əlində zəng tutmuşdu. Abdullah yuxusunda ondan o zəngi satmasını istədi ki, namaza insanları çağırmaq üçün istifadə etsin. Lakin o nurlu varlıq Abdullaha döndü və İslam tarixini dəyişən o cümləni dedi. Mən sənə bundan daha xeyirli bir şey öyrədimmi? Sən insanları namaza sözlərlə çağır. Və o, azanın sözlərini, yəni Allahu Əkbərdən başlayıb La ilahə illallaha qədər o mükəmməl kəlamları Abdullaha bir-bir öyrətdi. Səhər açılan kimi Abdullah yürərək Rəsulullahın yanına gəldi və yuxusunu danışdı. Kainatın əfəndisi təbəssüm edərək buyurdu. İnşallah bu Allahdan gələn sadiq, haqq bir yuxudur. Get və bu sözləri Bilalın qulağına oxu, çünki onun səsi səninkindən daha gürdür. Allahu Əkbər, sən sadə bir bəndəsən, yatağında uyuyursan, lakin Allah sənin o təmiz qəlbinə elə bir yuxu göndərir ki, 14 əsrdir o yuxunun sözləri gündə bütün yer kürəsində əks-səda verir. Bəs niyə rəhmani yuxular çox vaxt birbaşa deyil, tapmaca kimi simvollarla gəlir? Niyə Allah hər şeyi açıq-aydın deyil, metaforalarla göstərir? Çünki ruhun dili ilə bədənin dili fərqlidir. Mələk aləmindəki həqiqətlər bizim maddiyyat dünyamıza enəndə, beyin onu ancaq öz bildiyi simvollarla kodlaşdıra bilir. Yusif Peyğəmbərin həyatına baxın. O, yuxusunda günəşin, ayın və 11 ulduzun ona səcdə etdiyini görmüşdü. Allah ona gələcəyi birbaşa qardaşların və valideynlərin sənin qarşında boyun əyəcək şəklində deyil, nəhəng kainat simvolları ilə göstərdi. Misir Fironu 7 arıq inəyin 7 kök inəyi yediyini gördü. Quraqlıq və qıtlıq inək simvolu ilə təcəlli etdi. İslam alimləri öyrədir ki, rəhmani yuxu bir məktubdur, simvolları isə o məktubun zərfidir. Sən yuxuda ilan görəndə, bu sadəcə sürünən bir heyvan deyil, ətrafındakı gizlin, zəhərli bir nifrətin və ya düşmənin simvoludur. Yuxuda aydın su görmək, ruhun təmizliyinin, elmin və ruzinin gəlişinin simvoludur. Allah səni düşündürmək istəyir. Allah sənə o idrakı, o fəhmi aşılamaq istəyir ki, sən zahirə aldanmayıb, batinin, yəni görünməyənin arxasındakı mənanı oxuya biləsən. Bu mənəvi səyahətin ən mütləq zirvəsində İmam Əlinin əleyhissalam yuxu və insan ruhu barədə etdiyi o sarsıdıcı fəlsəfi təhlil dayanır. İmam Əli cisimlə ruhun gecə saatlarındakı o qəribə ayrılığını bəyan edərkən belə buyurur. Yuxu ölümün qardaşıdır. İnsan yuxuya getdikdə onun ruhu göylərə, ali aləmə qalxar və mələklərlə, həmçinin vəfat etmiş digər ruhlarla qarşılaşar. Sübhanallah, sən elə bilirsən ki, sən sadəcə yataqda hərəkətsiz yatmısan. Lakin İmam Əli sənə xəbər verir ki, sənin daxilindəki o əbədi varlıq, ruhun, kainatın pərdələrini aşır. O, sənin dünyasını dəyişmiş sevdiklərinlə görüşür, onlardan xəbərlər alır. Məhz buna görə də yuxuda rəhmətli atanı, ananı və ya əzizini sənə nəsihət edərkən və ya gülümsəyərkən gördükdə, o yuxu qəlbində elə bir mütləq rahatlıq yaradır ki, bunu heç bir psixologiya izah edə bilmir. Çünki o görüş xəyal deyil, ruhlar aləmindəki həqiqi bir təmasdır. İmam Əli bizə öyrədir ki,
Sən gün ərzində gözlərini, qulaqlarını nə qədər təmiz saxlasan, nəfsini nə qədər idarə etsən, gecə sənin ruhun o qədər uca məqamlara qalxar. Amma ruhu günahla, kinlə, yalanla ağırlaşan adamın ruhu göylərə qalxa bilməz. O sadəcə şeytanın qaranlıq vəsvəsələri içində çırpınar. Bəs sən yatağında o möhtəşəm, sükunət dolu sadiq röyalardan birini gördükdə nə etməlisən? Bunun mütləq bir mənəvi ədəbi var. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm qəti şəkildə xəbərdarlıq edir. Əgər sizdən biriniz sevdiyi gözəl, rəhmani bir yuxu görərsə, bilsin ki, o Allahdandır. Ona görə Allaha həmd etsin və onu danışsın. Lakin onu yalnız sevdiyi və hikmət sahibi olan insanlara danışsın. Yuxu gizli bir sirdir. Gözəl bir yuxu görən kimi onu hər kəsə, daxilində sənə qarşı həsəd və nifrət daşıyan adamlara danışmaq olmaz. Çünki yuxu ilk dəfə necə yozularsa, elə də həyata keçər. Əgər cahil və qısqanc bir adam sənə onu pis yozarsa, yuxunun bərəkəti qaçacaq. Sadiq röyanı yalnız sənə səmimi qəlbdən sevgi bəsləyən anana, atana, salih dostuna və ya elminə, idrakına güvəndiyin hikmətli bir insana danışa bilərsən. Yuxu Allahdan sənə gələn xüsusi bir məktubdur. Hər gələn məktubu meydanda hər kəsə oxumazlar. İndi gözlərinizi yüngülcə qapayın və o dərin, təmiz nəfəsi içinizə çəkin. Bu gecə yatağınıza uzananda, yastığa başınızı qoyanda sadəcə dincəlməyəcəyinizlə üzləşin. Siz bədən qəfəsinin qapısını açıb, ruhunuzu əbədiyyət okeanına, başqa bir ölçüyə buraxmağa hazırlaşacaqsınız. Özünüzdən soruşun, mənim ruhum göylərə qalxacaq qədər yüngüldürmü? Yoxsa bugün kiməsə etdiyim haqsızlıq, qəlbimdəki kin və dünyəvi tamahkarlıq ruhumun ayaqlarına ağır zəncirlər kimi bağlanıb? Sadiq röyalar görmək istəyirsinizsə, Allahın sizinlə simvollar dili ilə danışmağını istəyirsinizsə, yatağa girməzdən əvvəl bədəninizi deyil, ruhunuzu təmizləyin. Sizi incidənləri bağışlayın, qəlbinizi dünyanın yorucu yükündən xilas edin və Allaha belə səslənin. Ya Rəbb, bədənim sənə əmanətdir. Ruhumu isə sənin mütləq həqiqətinin nuruna təslim edirəm. Məni oyanışa, hikmətə və sadiq röyalara layiq gör. Əgər ruhun səyahəti, yuxuların fəlsəfəsi və bu ilahi məktubların sirləri qəlbinizdə bir zərrə nur yandırdısa, zəhmət olmasa bu videonu bəyənin. Fikirlərinizi rəy bölməsində bizimlə bölüşün və bu mənəvi yolda Sözlə Nur kanalımıza abunə olaraq bizimlə birlikdə addımlamağa davam edin. Çünki sözün dərinliyində hər zaman ilahi bir nur gizlidir. Gecəniz sükunətə, yuxularınız mütləq həqiqətə və oyanışınız nura açılsın. Allahın amanında qalın.